Mənə şərfini göndərmə daha. Səngər beşik kimi istidir qızım. Vətən sənin kimi suyu şirindir. Hamını özünə istədir qızım. Bugün gənc, istedadlı, 44 günlük Vətən müharibəsinin qəhrəmanı mərhum şairimiz Həsən Kürün yaradıcılığına həsr edilmiş "Mən burada yaxşıyam, sən də yaxşı ol" adlı tədbir keçiriləcək. Tədbirdə şairimizin qohumları, rayon ziyalıları və şair dostları iştirak edəcək. Atasının əlbəttə ki, bunlara ehtiyacı yoxdur. Ona görə də atası Zəfərdən belə məktub göndərir. Mənə şərəfini göndərmə daha. Səngər beşik kimi istir qızım. Vətən sənin kimi suyu şirindir. Hamını özünə istədir qızım. Gördün darıxırsan şəklimə bax. Körpə əllərini boynuma dola. Boylan pəncərədən getdiyim yola. Bu məni görməyə bəs edir qızım. Mən burada yaxşıyam. Sən də yaxşı ol. Bilin ki, sənin də günün şən keçir. Sənin göndərdiyin bütün dualar gəlir başımızın üstündən keçir. Allah başımızın üstədir qızım. Allah üstümüzdən çəkməsə əlin, bircə yandırarıq zəfər məşəlin. Hamının qorxduğu zalım əcəlin boyu boyumuzdan bəstə. Torpaqlarımızın azadlığı uğrunda vuruşan bütün vətənpərvər şəhid balalarımızın xatırlamaq şərti ilə Salyanımızın, Azərbaycanımızın nakam şairi Həsən Kürün xatirə gecəsidir. İstərdim ki, ilk öncə həm Həsən Kürü, həm də hələ 7-si təzə çıxan Əlsəmir Kürü, eləcə də bütün Azərbaycan şəhərlərimizi bir dəqiqə sükutla yad edib. Şeirləri ilə sevildi və böyük rəğbət, məhəbbət qazandı. Həsən Kür vətəni sevdi. Vətəni sevdiyindən öz arzusu ilə, istəyi ilə 44 günlük müharibədə iştirak elədi. Acılı günlər, ağır günlər keçirtdi və zəfər çalınan günə qədər Həsən Kür döyüş bölgələrində yaşayıb, döyüş peşələndirdi. Bu şair haqqında, nakam şairimiz haqqında çox danışılacaq bugün. Həsən Kür haqqında danışmaq həqiqətən Onun yaradıcılığının əsas mövzuları vətənpərvərlik və lirik şeirlər olur. Həsən Kür biz kitab müəllifidir. Ata ön cəbhədə vurulan gecə ana dözməmişdi qəmə, hicrana. Sanki danışırdı özü özünə. Kimdir bu adamlar? Axı hardayam? Sonra bir səs gəldi qulaqlarına. Mən sənin Rəbbinəm, qorxma, buradayam. Allah Həsən Kürün ruhu şadlasın. Xatirələri çoxdur, sığmaq bir kisədə sığmaq. Təşəkkür edirik. Var olasınız. Belki onda bir ana, belki onda bir ata düşməzdi o qəfəsə, düşməzdi bu həyata. Allah genç şairimizə rəhmət eləsin, qəbri nurlarda olsun, valideynlərlə. Bizim Azərbaycanda ikinci bir Mikail Müşfiq yetişir. Çünki o da həyatın əzab əziyyətləri çəkdi. Amma Həsən Kür həyatın bütün sınavlarına keçmişdi, uğurla keçmişdi. O bəlkə də öz gələcəyini ancaq poeziyada görür. Poeziyada, ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə. Quşlar çöldə ölür, yoxsa qəfəsdə. Adamlar necədir, hər darıxanda bir qoyur. Halbuki, gənclər idarə heyəti içərisində Həsən Kürün də adı döyüşçü şair kimi səsləndi. Mənə də ikinci oraya verdi oradakı. Bu mənim üçün böyük bir hədiyyə olmuş Həsən Kürün adı. Rəhmət eləsin. Allah təala onun bir dənə balasını müdağ eləsin. Xeyir işlərinə yığılaq və bugünkü gündə mən yenə də deyirəm, ürəyim çox dolur. Çünki onun son günlərdə də biz bir neçə tədbirdə bir yerdə olduq. Ədəblə, ərkanla gəlib getmək bizim cavanlar üçün bir də nümunədir. Allah hamımızdan razı qalsın. Hər birinizə salamlayıram. Allah sizlərə can sağlığı versin. Bugün
gənc şairimiz, istedadlı şairimiz və Vətən müharibəsinin iştirakçısı Həsən Kür oğlum deyəcəm, oğlumun xatirə gecəsinə yığışmışıq. Bugün burada danışmaq çox ağırdır, xüsusən də onun gənc xanımı Səmanın qarşısında və anası Yəmən müəllimənin, hakim qardaşımın, bacısının və qaynanasının qarşısında danışmaq və onun şair yoldaşlarının qarşısında danışmaq bugün çox çətindir. Amma mən yenə də öz gücümü toplayıb özümə borc bildim ki, Həsən balamın haqqında bir-iki kəlmə söz demək istəyirəm. Hər kəsə bəllidir, Həsən bizim gənc şairimizdir. Bizim şəhidlərimiz haqqında yaxşı kitabları, yaxşı şeirləri var. Onun Döyüş, Dönüş kitabı buna xüsusən Sübutdur belə. Sübutdur. Orada bizim şəhidlərimizin haqqında çox gözəl cümlələr, misralar, onları qələmə almışdır. Ruhu şad olsun Həsən balamın. Və Həsən Kür mənim oğlum Cavadla yaş fərqi olsa da möhkəm aralarında bir bağ var idi. Cavadla yoldaşlıq dostluq eləyərdi. Niyə sevdim ki? Sonra deyəcəksən dözümün yoxdur. Bir sevgi adlanan böyük evdin ki, o evdən heç mənim özümün yoxdur. Səbri gözəl şeydir, nə vardı olmağa. Məncə səbəb yoxdur sərsəm olmağa. Səndən qeyrisini tərsəm almağa, rəva mı desinlər? Sözümün yoxdur. Axı sevgimizdən bina tikmişəm. Axı sevgimizdən bina tikmisən. Nə vaxt söyləmişəm, fəna tikmisən. Tutaq dolu vurub qora tökmüsən. Gələcək nəsillərə ötürək. Zabil müəllim qeyd elədi. Şairlər nəğmələrdə yaşayır. Nəğmələr bəstələnəcək. Çox yəqin ki, gələcəkdə Həsən Kürün şeirləri nəğmələrə çevriləcək. Biz Həsən Kürü qoruya bilmədik. Kənd olaraq, rayon olaraq, ölkə olaraq qoruya bilmədik. Həsən Kür şeirlərin birində bir bənd deyir. İnsanlar ilan kimi zəhər sancdılar mənə. Dedim Allaha gedim, o çarə qılar mənə. Azərbaycan ədəbiyyatı, salyan demirəm, Azərbaycan ədəbiyyatı Həsən Kür adlı bir istedadı itirdi. Amma Həsən Kür əbədiyyətə qovuşmağı ilə Azərbaycan ədəbiyyatına əbədi həkk oldu. Allah ruhunu şad eləsin. Mən valideynlərinə, əzizlərinə səbir diləyirəm. Səsini çıxara bilmədi onda, neyləsin, nə etsin yaradıcısını. Yaşamaq deyildi sənsiz yaşamaq, nə tuzum var idi, nə dadım ana. Göynədi burnumunuzu illərlə, giz-gizə ağladım, sızladım ana. Göynədi burnumunuzu illərlə, sənə boylananda bağrımı dəldim, qırıb o tikanlı məftilləri mən, gözün aydın olsun, yanına gəldim. Bütün şəhid ailələri, bütün onun ailə üzvlərinin haqqında Həsən Kür Döyüş və Dönüş kitabında ətraflı şəkildə yazmışdı. Yəni Allah bu şairimizi Bir gün tədbirlərin birində mən Həsənə sual verdim ki, səni nə xoşbəxt edir, nə xoşbəxt etmir. Və o cəmi onu xoşbəxt edən iki nüans mənə dedi. Onlardan biri o idi ki, dedi mən Şuşanı gördüm. İkinci o idi ki, mən sevdiyim xanımla ailə həyat qurdum. Və sual verdim, səni xoşbəxt etməyən məsələlər nədir? O sustu və bunu mənə demədi və mən bunu heç vaxt bilmədim. Biraz şeir yazmağı niyə? Bu insanın yazılarında təsəvvür edin ki, bütün məhəbbəti vətən məhəbbəti, ana məhəbbətidir. Bilirsiniz, bunun qayəsi, bilirsiniz, bunu izah etmək, adi sözlə izah etmək mümkün deyil. Bilirsiniz, o haqqında danışmaq da qeyri-mümkündür ki, onu necə təsəvvür eləyəsən, onun haqqında necə danışaq, onu təsəvvür etmək mümkündür. O insanın, o balalarımızı getib bizim vətənin torpaqlarını almaq. Vətənin bu gündən torpaqlarının alınmasında ki, müvəqqəti ordumuzun bu qələbə salmasında o insanın, o şəhidlərimizin, o balalarımızın adları qeyd olacaq. Allah rəhmət. Bax, bu Elgün Qabiloğlu. Həm də bu salyanımıza şairlərin, yazıçıların, yazarların dostudur
Və bir də görürsən, o bir tədbirlərimizə də gəlir, çəkir onları, mənimlə paylaşır. Buna görə isə İlgün müəllim, təşəkkür edirəm. Mən Həsənkür haqqında, Həsənkürün yaradıcılığı, həyatı haqqında ətraflı danışıldı. Mən sadəcə onu demək istəyirəm ki, Həsənkür insan kimi çox gözəl insan, şair kimi çox gözəl şair, vətənpərvər kimi gözəl vətənpərvər idi. Onun yaradıcılığında da görünür ki, vətənə həsr olunan şeirləri, demək olar ki, şeirlərin əksəriyyətində vətən əsasına çoxlu səbir, ruhu şad olsun, səbir diləyirəm. İnşallah bundan sonra sizin ailəyə Allah xoş günlər qismət eləsin. Və bizlər hər zaman Həsənkür. Həsən burada çox çıxışlar edib, çox şeirlər deyib. Mən Həsənə balam deyirdim. Saatlarla danışırdıq. Hər bir uğur olanda gəlirdi, mənlə bölüşürdü. Hətta deyərdim ki, Həsənkürdə nə tədbir olardısa, Səidə xanım Həsənkürün telefon nömrəsini ver. Artıq məndən alırdılar telefon nömrəsi. Dedim, Həsən, sən belə oğlansan, belə vətənpərvərsən, şeirlərin. İnanın ki, o uşaqda o qədər vətən sevgisi, onun balaca ürəyi yoxdur, onun dünya boyda ürəyi var. O gələndə, burada tədbirlər keçiriləndə, gənc şairləri bir yerə yığanda, şairlər aşağıda onu gözləyirdi, o gəlməmiş yuxarı çıxmazdı. Hamısı bir yerə yığışardı. Elə bir ki, o şairlərin atası idi Həsənkür. Yaşlı onlardan böyük də ola bilərdi, çiğ də ola bilərdi. Atası idi o dərəcədə. Bir dəfə gəldi, Səidə xanım, sizə şad xəbər demək istəyirəm. Dedim, buyur, sevdiyi qızı verdilər. Dedim, nə gözəl. Nə gözəl, ay Həsən, çox sevindim. Gəlirdi, Vaqif poeziyasına getmişdi Şuşaya gedəndə. Dedi, o qədər sevindim. Düz deyandın, şax deyandın həmişə və bildin ki, sənin evladın xalqın sevilmiş şairidir. Bax buna görə. Və bayaqdan bəri nə qədər söhbətlər olur, bunlar hamısı Həsənkürün sənin demək ki, düzgün övlad tərbiyə eləməyə söykənir. Allah sənə can sağlığı versin. O gün olsun, Məhəmməd ki adı qoymuşsunuz balamızın, onun inşallah toyunu görəsən. Bir alqış ilə balamızın şərəfinə. Aziz tədbirçiləri, mən hamınızdan oğlum məsələm ki, əziyyət çəkib gəlmişsiniz. Saqqallara, mən oğlumu üzrəyimi böylərdən oğlumu biraz tərbiş. Görsməlim sonra, görüşürəm. Asafdan şairimdir, hamısını bəlimdir. Yəni, mən deməm budur ki, Allah bu hissiyatı bu dərdi verməsin. Və asfədə deyirdim, şəhidlərə əzizim, hamısından dedim ki, nə çəkilmiş. Əvvəlsə ona belə, mən nə deyim valla, benim uşağımdan görüşürəm. Sağ ol. Hamıdan Allah razı olsun.